Salam cənablar, investorlar və treyderlər. Sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım gələrsə fasilə verə bilərsiniz. Sözü gedən şirkətin bütün parametrlərini daha dərindən öyrənməyi təklif edirik. Təşkilatın əsas göstəricilərinə baxacağıq. Elmi Communities Ticker ALMA. Bu baxış 12 aprel 2025-ci il tarixinə olan məlumatlardan istifadə etməklə edilib. Təsnifata görə Guru Markets təşkilat Elmi Communities alt kateqoriyaya aiddir. Adcommodation müqayisədə 50 şirkət iştirak edir və bu çox təmsil edicidir. Bu videonun sonunda sifarişlərlə bağlı qərarları nəzərdən keçirəcəyik. Şirkət üçün ümumi nəticə belədir: 10 baldan -5,5. Alt kateqoriya üzrə orta nəticə 1,9 bal. Çox geniş baxsanız, bütövlükdə bütün bazar daxilində. Cəmi birja üzrə orta xalın 1,9 bal olduğunu görə bilərsiniz. Şirkət üçün -5,5 bal hesabına Elmi Communities. Şirkətin səhnlərinin qiymətinin dinamikasının müqayisəsi Elmi Communities və alt kateqoriyalı paylaşımlar. 12 aydan çox stok olduğunu görə bilərik. Elmi Communities 3,7% dinamika nümayiş etdirib. Alt kateqoriyada qiymət dinamikasına qarşı -10,4%. Bu qəti heç nə demir, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Elmi Communities 1,33 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 307 milyard dollardır. Elmi Communities 0,432% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 1,7 milyard dollardır. 83 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə Elmi Communities 1,292% paya düşür. Bazar və balans dəyərinin işğal edilmiş səhnələrini müqayisə etdikdən sonra aşağıdakıları görürük. Paylaş Elmi Communities bazar dəyəri qiymətləndirilərkən alt kateqoriyada 0,432% təşkil edir. Balansın kapitallaşması 1,292% təşkil edir. Bu da birja kapitallaşmasının payından 199% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Təşkilatın borcları 0,699 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 65,3%-ni təşkil edir. Şirkətin borc səviyyəsi üzrə nəticə dözümlü 0 bal. Şirkətin səhm qiymətinin mənfəətinə qalığı 0-dır. 21,9 alt kateqoriya üçün orta göstərici ilə bu alt kateqoriyadan əhəmiyyətli dərəcədə pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar qiymətinin mənfəət göstəricisinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -13 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Və bu, şirkətin perspektivləri üçün son dərəcə pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəətin qiymətləndirilməsi pis, -1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 5,5-dir. İkinci alt kateqoriya üzrə orta göstərici alt kateqoriyadan 175% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja qiymətinin göstəricilərinin onun gəlirinə qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir 240 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin qiyməti üçün pisdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə təxmin edilən gələcək gəlir göstəricisinin qiymətləndirilməsi pis, -1 bal.
Satış marjası mənfi 5,5% təşkil edir. Alt kateqoriyada orta hesabla 9,3%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 14,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə gəlirliliyin qiymətləndirilməsi, dözümlü, mənfi 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,46% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 839% azdır. Və bu, şirkətin bazar dəyəri arasındakı uyğunsuzluğu əks etdirir. Elmi Communities çox güman ki, yenidən qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği $5202.000 bərabərdir. Alt kateqoriya üçün isə $556.000-dır. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasında fərq 835,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, dözümlü, 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği mənfi $52,200,000-dır. Alt kateqoriyada orta, $25,400,000. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 105%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, mənfi 0,5 bal. Təşkilatın bir işçiyə düşən gəliri $949.000-dır. Alt kateqoriyada $274.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 246%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən gəlirin qiymətləndirilməsi, dözümlü, mənfi 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 2,4%, alt kateqoriya üzrə orta hesabla 3,9% təşkil edir. Bu qısa bir sıxılma riski göstəricisidir. Texniki göstərici RASO 14 şirkət üçün %32 səviyyəsini göstərir. Elmi Communities. Alt kateqoriyada RSI səviyyəsi 14,41%dir. Texniki cəhətdən alt kateqoriya sənədləri daha yüksək qiymətləndirilir. Elmi Communities. Şirkətin cari səhm qiyməti təxminən $15,6. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $18,99. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 26%dir. Gəlin sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, link bərkidilmiş şərhdədir. Sifariş cədvəli məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə əvvəllər qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Qiymətli kağızların təhlili əsasında Elmi Communities. Səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi Guru, Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün $15,7 qiymətə düşmək üçün sifariş açın. Sifariş şirkətin kifayət qədər aşağı qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə modeli AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 13,81 səviyyəsində müəyyən edilmişdir. Stop loss 16,33 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 12 may 2025-ci il tarixli ticarət sessiyasının nəticələrinə əsasən müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, SDHC, əsas alış sifarişinə çevriləcək. Əsas müqavilə ilə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma, əks sifariş faktiki qiymətə bağlanır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru, Markets.